Gürcüstanda əsrin layihəsi adlandırılan Rikoti sürətli magistralının inşası yekunlaşmaq üzrədir. Gürcüstan hökumətinin məlumatına görə yeni magistralın açılması ilə Tbilisidən Qərbi Gürcüstana hərəkət vaxtı xeyli azalacaq. Əgər indiyə qədər Rikoti keçidi ilə hərəkət 1 saat 20 dəqiqə çəkirdisə, artıq bu məsafə cəmi 35 dəqiqəyə qət ediləcək. Hazırda avtomobil nəqliyyatı üçün Xevi-Ubisa, Ubisa-Şorpani və Şorpani-Arqveta hissələri tam açıqdır. Bundan əlavə, Çumateri-Xevi istiqamətindəki 11 kilometrlik hissənin 7 kilometri istifadəyə verilibdir. Hökumətin yaydığı məlumata görə, Rikoti magistralının 96%-dən artıq hissəsi artıq açılıbdır. Yeni yol yaxın yaşayış məntəqələrindən kənar keçdiyi üçün tranzit nəqliyyat axını, o cümlədən Zetsafoni şəhərində hərəkət sıxlığı da azalacaq. Layihə çərçivəsində 52 kilometrlik 4 zolaqlı yol, 51 tunel və 97 körpü inşa olunur. Artıq sürücülər 48 kilometrlik yeni yolda 50 tunel və 91 körpüdən istifadə edirlər. Bu isə həmin məsafəni 8 kilometr azaldır, həm də hərəkət vaxtını yarıya endirir. Layihənin ümumi dəyəri təxminən 2,6 milyard dolları təşkil edir. İnşaat Asiya İnkişaf Bankının, Avropa İnvestisiya Bankı, Dünya Bankı və Gürcüstan Dövlət büdcəsinin birgə maliyyə dəstəyi ilə həyata keçirilir.